preslənib. İndi məcburi vəziyyətdə yolu dala qabağa edir, açmağa çalışır. Çünki hal-hazırda ən güclü maşın bu. Hamısı başı qazvaldır, şeydir, o sarvaq. Stoplar hamısı verəcək. Qabaqda mən gedirəm verəcək. Dalınca gecən gibi. Alıcıda necəti olacaq, ortaya salacaq stopları. Bir də ən axırda gedəcək Elşən. Ortanı düzəcək də indi bir buradan yola salacaq gecə. Pərvinlə biz çıxarıq, axıra da Elşən salaq. Çıxırıq, sən düz günə cəmaatı ona uyğun. Pərvin. Yaxşı, narahat olma. Təxmini sürətdəki 70-80, yəni o çevrələrdə oynayacaq, 60-80 arasında oynayacaq. Yəni hə, mən Qonağımız da oradadır, gözləyir bizi, çıxarır inşallah. Kamerası. Maşın çoxdur, xeyli maşın var. Yəni bəzi maşınlar gəlməyib. Gördüyünüz kimi maraqlı bir gün. Təkər satıb qızı ya. Hə millət, bugün Qız Meydanından başlayırıq. Nəyə görə buradan başladıq? Çünki qabaqda maşınımızın birinin belə deyək, plakası qırıldı. 39 təkər CST olan patrol, onu düzəldən müddətdə biz təqdimat edib ondan sonra marşruta girəcəyik. Deməli, stok belə bir NK101 patrolumuz var. İkinci, yenə də növbəti stok maşınımızdır. Gördüyünüz kimi Toyota'dan 041, yəni keçən dəfə də gəlmişdi. Stokdur da, yəni indi görək marşrutda özünü necə göstərəcək. Yəni öz maşınımdır, daimi formada da olur. Yəni bu cür təqdim etməyə ehtiyac yoxdur. Nəsə sual olsa yazarsız cavablayarıq. Bronco var. İkinci Bronco'muzdur. 2-3 motorda, düzdür? 2-3 motordur. Yəni belə deyək, birinci dəfə deyəcək çəkişlərimizdə olacaq, amma bundan qabaq bir dəfə test məqsədli olub, yəni uşaqlarla sürüb. Hüseyin düşürən. Təkərin havasını alır, təəssüratlar. Əla, hər şey qaydasındadır. Hər şey qaydasındadır. Hər şey Gedə qaydasındadır. biləcəksən. Gedə biləcək də getməyə gəlmişik də. Təkər 35 CST-dir, yəni 36.5 tam ölçü verir. İndi təkərin havasını alır. Qalanı da qabaqda görəcəksiniz də. Yenə də Bronco'muzdur. Buradadır. İndi keçən dəfə axırıncı səbətlər marşrutunda çox əziyyət çəkdi. Bundan sonra indi bu marşrutda çox kömək üçün olmayacaq, amma Xızının o baş hissəsində çətin sürüşlər olacaq. Qonağımız var, Fərid Rəsuldur. Yəni indi onun da fikirlərini alarıq. Niva'dan gəlib qonaq kimi dəvət eləmişik. Yəni stok maşındır. Bu maşını çox görmüsünüz, yəni öz videolarında. Rəngi qəşəngdir. İndi gedişatına da baxarıq. Pajero həmişə gələn 303. Bugün buradadır. Arada gəlir, arada olmur. Yəni belə deyək də bir 4-5 ildir bizləndir. Sürür, köhnə sürənlərdəndir. İndi meydanda görəcək, yəni nə göstərəcək özün, burada sürəcək, yoxsa Xızda diklərdə də sürəcək. Gəlir gedir daimi formada hazır maşındır. Trulda gördüyünüz kimi baxın, replika qırıldı. Onu bərpa eləməyə çalışırlar uşaqlar. 0-10 öz yerindədir, yenə əməliyyətlə. Bunda əkiz dayı idi o. Onda hələ ki bərpa gedir, bu hələ ki sağlamdır, qaydasındadır, yerindədir. Sonra belə bir Raptor var burada, qonaqdır. Yəni ara bir gəlir, düzdür, Raptorla gəlməmişdi, əvvəl Wranglerlə qoşulmuşdu. Yəni sırf gəzinti məqsədli buradadır, bizləndir. Başqa FC bugün təkər dəyişdi. 35 CST təkəri var. Uca maşın hazırdır. Biraz da indi yəqin ki qalxar kəsinti işləri görər. Bu maşın da hazırdır, bu FC-də. Ondan başqa Wrangler yenə 002 öz yerindədir. Bunu çək istəsin. Keçən dəfə təqdim elədik, təkəri dəyişib. Yəni maşın hazırlıqlı maşındır. Flagman.
139. Axırıncı dəfə bunu çıxardanda mənim də maşınım qırıldı. Hazırlığı indi düzəlib gəlib. Görək yenə də yolda qoyacaq yoxsa davam eləyəcək. Çünki bu dəfə çətin nəsə gözləmirik. Ən azından sürdükcə bələd olacaq. Bayaqları bu maşının təkəri yolda çıxdı. Uşaqlar bərpa edib təzədən qayıdıb gəliblər. İndi görək yenə də çıxmaz ümid eləyirik. Hazırdır, qaydasındadır. Təkər də 35-dir də, düzdür? 35 təkərlə, 35 vandadır. turbo motor, Motora turbo qoymusan, gəl danış. motora turbo qoymuşuq. Nə dəyişiklik eləmisən? Atmosfer motordur 4.2. Turbo qoyduq, intercooler qoyduq. 35 təkərə qoymuşuq, bu gün gəlmişik testə. İnşallah yaxşı olar. Daim bir yerdə. Nivada bizdə belə təkərlə Niva sürülən azdır. Gördüyünüz kimi Silverstone təkəridir, 31, dişləri yerindədir. Maşın tam yığılıb. Yəni blokirovkasına qədər var. Hazır maşındır. Yəni Niva'nın gücünü görmək istəyirsə, bunda baxacaqsınız. Bunda izləyəcəksiniz, bu maşında görəcəksiniz. Və orada da Sənanın Nivasıdır. Prosta buradan oraja gedən məcib maşın, yəni həmişə olur bizdə 191 nömrələndir. Boz ay deyir. Gördüyünüz kimi qonağımız da Fəriddir. Xoş gəlmisən Fərid. Xoş gördük. Təəssüratın nədir? Salam əleykum. Təəssürat hələ indi başlamışıq. Maşının birində problem var. Hələ problemlər bundan sonra çox olacaq. Amma bunun özəlliyi odur ki, yolda belə problemlər olur. Onu həll edib yola davam etmək. Mən bir dəfə olmuşdum 2013-cü ildə offroadda. Bu 10 neçə il sonra yenidən offroada gəlməyimdir. Bu Niva'dan heç gözüm su içmir. Bilirəm yolda nəsə baş verə bilər. Bəs təkərim boşaltdıq. İndi görək necə olacaq. Əsas maşındır, əsas məncə sürəndir. Ən azından çıxışda da təəssüratı alacaq sənin. İndiki vəziyyətdə belədir. Hələ ki bura qədər gəlib. Yəni digər maşınlara baxanda bura qədər yaxşı gəlib. İndi bizim marşrutumuz haqqında məlumat verərdiniz. Necə eləyəcək? Hara gedirik? Qız meydandan girəcəyik, Xızıdan çıxacağıq. Ondan sonra orada bir iki dənə diklər var. Orada sürəcəyik, test edəcəyik maşınları. Hamısını yox. Hazırlıqlı maşınları kim sürmək istəyəcəksə. İndi buradan 18 kilometrlik təxmini belə deyək. 18 kilometr sonra Xızıdır da buradan. Mən belə başa düşdüm. Bəli, buradan 18 kilometr dağ yolu ilə Xızı. Neçə saat çəkəcək? Təxmini 2 saat yarım 3 saat normal vəziyyətdə çəkib. Amma indi gedəcəyimiz vəziyyəti bilmirik elə ki. Uğurlar, təşəkkür edirəm sizə. Görüşək. Boşaldırmağa getməsin. Elə ondan sonra girmə. Abi sal ortasına qardaş, biraz az. Nə baş verdi? Deməli, bayaqlar vəziyyəti də gördünüz. Şpilkaları qopdu. Patrolun əməliyyatda olanlardan birinin Cavidin maşında. Uşaqlar elə həll elədilər yerindəcə. Yoluna qoyuldu. Təxmini bir yarım saat 40 dəqiqə. Belə xaotik olmaz. Bir dənə cəhd elə dala qabağa gör oynayır. Oyna! Salla durma, salla. Çok gaz ver. Oyna. Fərid sola, Fərid sola. Hələ ki marşrutda girib biz 1 kilometr gedə bilməmişik. Maşınlar bir problem yaşayır. Birində patrubka sıradan çıxır. Fərdə maşını 2 dəfə batıb. Ondan başqa, nə bilim, birində razılıqqa, birində hərəsi yəni bir problemlə dayanır gedir. Birində təkər çıxır.
Sen qaça-qaça qutarsan deyəsən, hə marşrutu. Qardaşı tərk götürüb içəridə siqaret hızında başlayıb. Tərk götürüb ki, saat harda elişəcəm də. Amma gəlməyin, dayanın orada. Sən. Sola, sola. Qəşə, əla. O birisi yol necədir? Bəlkə oradan qalxsın. Canım da maşına gelir ha. Şu hazırdır. Ben şey ziyanı. Pajero var. Pajero hazırdır göre. Elçin maşından. Niva şoför kimi cavab ver görüm gəvrə. Ne diyeyim? Neynir bu? Kesmesin. O adı Libyotka. Niyə? Sən gedəsən? Yoxlayacağım da demirəm mən, amma yoxlayacağım. Elçin bu deyir mən gedəcəm, Elçin qalacaq. Ha, gel. Deyir mən gedəcəm, Elçin qalacaq. Sizi aramızı verirler. Yox, nə ara? Olan deyir də qardaşım, deyir mən gedəcəm. Gedebilse git. Ne yoxlayayım lan. Patron getdi. Hayır. Düşmür. Rolü vur gel aşağı. Gaz! Gaz korkmasın! Şu önde
Gaz ver ürəklə veriş olasın. Sen onu kamera olmasa diyerdin. Aa sənin ancaq burada. Bakma, 2 ver. 2 ver. Gedəcək. Pişləşib. Yavaş-yavaş öldü. Qardaş bax, pişməyə belə olur. Təkər fərqi var da. Gazı bırakma. Bas. Raşid'in basok kaynadı. Kodla bunu. Kodla bunu. Çok azaydı. 2 lira kaldı. Girdi bak. Ayağı yok. Siz de video gördün. Yavaş ol deyəcəm sən. Yavaş. Gaz vermesin bak burada. Eşilir ya hamımız. Gaz verdi mi? Hadi yaz verir. Yukarıda gel. Yok hiçbir işine dolandırdı. Hara gaz istiyor. Gaz istiyor. Hələ verməyib. Ölmezse kopar. Bunun muftası yaxşı ayrılır. İki biri istəyir yuxarıda, biri ha elədim, xaç gözündə sən. Hanım etibarın pacorusu. Nanoteknologiya budur bax. Bu olmasa qışda Sovet maşını karbüratör işləmir. O udardan bu gidrosilin yağı da gəlib zafası. Gidrasoli tip qaynayıb, qardaş. Qoşub qaldırsan. Çıxa biləsən? Hadi ne oldu? Davay Ferdi. Sən də vericiyə özü getsin. Koşmamışsan Bakırovkanı, koşmamışsan. Bırak arkaya, bırak. Ver gaz, ver gaz. 3'e ver, 3'e, boğma başını. Gələcək açıq yolu şey. Maşınlar. Rahat gəl, bax görürsən. Yol açılandan sonra rahat ol. Qarda elətdə qarda. Uzun bazar rahat kalkacak bura, uzun gelsin, patıl gelsin. Biz yolu daha açdıq da. Nerede yol açıldı ki? Hada toyda sürəm yox, hələ verməyə yaxşıdır. Boş qoysun. Hatta yeş ne bu? Bu bazar mı? Yol çok dönmeli, söylemiyorum.
Yo yo. Aa sən də tərdir. Qarın hələ üstü buzlu olmur. O hələ şartını eşitdir. Gözlə, gözlə. Gözlə. Elmir gəlmə Elmir. Hara gəlirsən? Gözlə. Dayan da. O qazı çox deyil, o yazıq həmiş gəlmək istəyir, gələnmir. Elmir arxaya ver, təzədən gələrsən. Postun keçsin. Arxaya ver, qoy bu hərəkət etsin, gələrsən də. Elmir bırak arkaya. Arkaya bırak. Aha, şükür bir tutdu. Yo batağın belə, batağın burada qar topuna. Başlayırıq, hə. Niyə var? Çox bamcaq batacaq deyil. Məncə aşağıdan sürət yığıb gəlsin. Birlə gəlmə. İki ilə idi belə talibon. Elmirə dənə dalablar. Elmir arxaya get də, arxaya get, qoy ruvok yığıb gələ bilsin. Tam aşağı düş. Bundan mod mu qaçıyor belə? Köhnələrdən. Oy. Aha. Kibab verir, buna bax. Verme Elmir. Çok gaz verme. Çelede. Korkma. Özü bir üşütme. Çelede. Kibab verir. O biraz az götür gazı veremezsin. Adrenalin onda bir saniye iniyor. Kızı bir adrenalin. Sözün Pervin burada işine yoktur. Aynı gelsin kalkarsın sen bırak. Anladın mən yadına saldım, biraz da qoşmaq lazım. Köşək! Eşq olsun! Daldala girməz düz gərək.
Bir dənə yer düz qalmadı. Qəşəng. Bunun da siyasi yapılacak. Sana sürür. Qəşəng. Eşq olsun, eşq olsun. Rolu hoca gönderme. Yarım kurup. Daha sağ ol. Dur mu konuşuyor? Kapı tavizden gelecek. Değil. Kapı tavizden. Qəşəng.
Bulutları gördün deyəsən. Belə də bu yoldur. Burada belə. Hə, eşidirəm. Xodda zadniyə at, amma qaza oturma. Tamam, soydadır. Yo, xodda. Zadniyə at. Yüngül qazda olsun ayağın. Ay, soba belə. Bu tixidə beləcə saxla. Gaz vermə, elə bir normal saxlasın. Rolu düzəldə bilərsən. Rolu düzəlt, düz saxla. Qaz da vermə, qaz vermə. Gaz vermə, normal. Bəs mənə demişdiniz ki, kabab yeyəcəyik. Ziyaya nə ürək sözləriniz var, deyim mi? Oradan da atacaqsan. Ay sen başkan. İzzet ver arkaya birazdan, İzzet ver arkaya yer bırak var. İzzet ver arkaya. Yuxarıda mənzərəyə qarşı. Arkaya ver İzzet. Var. İzzet. Əla. Hadi çömeyle. Bu kadar da atmak lazım olacak. İzzat'tan daha da kaldı, pardon aldıran İzzat. Geçen kalk, bu gelir.
Vibrasiya varsa azca bırak yavaş. Böyle bir şey geldi. Ukraynaya bundan çox verirəm. O necə işləyir burada? Hər gün elə bir qara kəllə yox. Kim dedinsən o qara belə girməyin? Baxmadan girdi, o qara girdi. Onlar da boyun qara. Tərəfə gəlir ha. Söyle maşın üstünde. Bana bak çababı. Kuru pulu kulağımda. Buranın təsiri salıcıya. Millət iki hissəyə bölünür. Yarı maşınlar, ikisi hal-hazırda görürsüz aşağıdadır. Yarı maşınlar geri qayıdacaq, problemli olan məsələn Broncodur. O birisi Bronco, onsuz da Sabirabada gedəcək deyilə buradan geri qayıdacaq. Bir də orada bizdə patrol var. Ayaqları təkərdə çıxmışdı səhər təqdim edəndə. O maşında radiatorda nəsə problem var. O da geri qayıdacaq. Vəsə, qalanları yəni irəliləyirik qabağa. Bundan sonra belə deyək, hədəf olacaq. Sistikülüs. Yəni Xızıda sistikülüs, Altağaz və çalışacaq oradan çıxaq indi. Başımıza nə gələcəksiniz görəcəksiniz. Elə bunun bütün işi düzdür. Xabar bot lazım olduğu üçün kapotdan sökülür. Ki uyğun gəlir yoxsa yox. Gedirik bağlamağa. Offroadda belə şeylər var. Aha. Kap kırılır. Qabın botları yoxdur. bəlkə elə kapotsuz gedəsən. Bir dənəsi qalıb. Bütün kapotun botlarını sök. Zabitlə sən bu boklarla imtahanımız nədir qardaş? Gördüyünüz kimi baxın. Yol yoxdur. Açıq yəni yolu. Baxın. Orada problem olsa vuracağız buradan. Buradan. Aşağıdan hakikaten. Yaxşı. Deməli, qar külək yığıb bir yerə, qalıb preslənib. İndi məcburi vəziyyətdə yolu dala qabağa yer açmağa çalışır. Çünki hal-hazırda ən güclü maşın bunun. Bunu da bir etapla da, yəni birazdan ola bilər istirahət elətdirək digər maşınları. Yəni bu yolu açmalıyıq ki, irəliləyək. Yol bildiyiniz yəni preslənmiş qardır, getmək də olmur. Öldü.
Cəmaatın Sən bir də Oradan elə bilirəm yol nəsə gəldi, ona baxın. qamız var. 94-95 qızma yoxdur. Ventilator Eşq olsun. Assın da yolu. Sibot kalırıq, gəlir yavaş-yavaş olsun. Söylediğim vursun da oradadır. Davay davay yaşanım. Fişə əla bombadır. Və onlar qovuşdular. Razıysan ondan boş-boşuna gel. Biraz da geçsin, Eldarı da şeylədik. Vəziyyət. Əla. Super. Zamanlar belə bu çox zaman istəyir. Ay maşallah. Cavansız maşallah. Elini sende de kalkmış. Şu yıldan rahat geldi uca. Ben nece sürürüm? Çox qəşəng, çox qəşəng. Mümkün varsa qabağa patronu salın, Nicatın maşını salın. Mümkündür, bir nəqərərəm. Oradakı vəziyyəti izah eləyək sizə. İndi biraz öncəki kadrda nə baş verir? Bronkon qranatı qırılıb. Qranatı qırılıb, ona görə ona evakuasiya edir patrul. Biz də yenə də hər ehtimal qayıtdıq ki, geriyə. Marşrutu demək olar ki, başa vurmuşduq. Qayıtdıq ki, bunları oradan çıxartmaq lazımdır. O biraz çətin prosesdir.